Hər vaxtınız xeyir, dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Bugün maarifləndirmədən danışacağıq. Mən əminəm ki, siz də gözəl bilirsiniz ki, maarifləndirmə çox önəmli bir missiyadır. Əlbəttə, doğru və düzgün maarifləndirmə. Biz doğru bildiyimiz maarifləndirmə missiyamızda davam edirik. Beləliklə, müsahibimiz Akademi Estet Dermatoloji Klinikasının baş həkimi, dermovenerolog, dermokosmetolog, Estetik şirkətinin rəsmi spikeri Günel Qorçiyevadır və qarşıdakı zaman kəsiyində onunla söhbətimizi izləyəcəksiniz. Günel xanım, xoş gəldiniz, xoş gördük sizi. Günel xanım, necə bilirsiniz? Bütün hallarda nəticə dəyişmir. Qadınların qocalmaq qorxusu və hər zaman cavan qalmaq istəyi. Bax, bu halları siz nə ilə əlaqələndirirsiniz? Əslində, inanırsınız, mən əvvəllər bunu norma saymırdım. Ya özüm yaşa dolduqca, ya bilmirəm nə ilə əlaqədardır, yavaş-yavaş anlaya bilirəm. O xanımları anlaya bilirəm. Yəni, inandırım sizə, əvvəllər ancaq xanımları idisə, qocalmaqdan qorxurdular. Təbii ki, bizim qəbulumuzda bəylər də olur. Artıq bəylərin demək olar ki, 70%-ə çatır ki, qocalma qorxuları yaranıb. Artıq 5 ildir ki, bəylər daha çox bu kimi proseduralara müraciət etməyə başlayıblar. Bəzi günlərimiz olur ki, həftənin bəzi günləri olur ki, qadın sayı ilə bəy sayı eynidir. Yəni, deyirsiniz ki, əks cinsin nümayəndələri də qocalmaqla bağlı, gözəl görünməməklə bağlı kompleks yaşayır. Görünür. Ya da bilsiz nədir bu? Yəqin ki, xanımlar eləyirlər, çox cavanlaşırlar, bəyləri ötürlər. Bəylər də onların fonunda cavan qalmaq istəyir. Son zamanlarda mən bəylərdən daha çox bunu eşidirəm. İşdə cavan görkəm vacibdir. Amma xanımların o qocalmaq qorxusunu bilsiz necə? Mən belə başa düşürəm ki, onlar cavanlıqla gözəlliyi qarışdırırlar. Xanımların əksəriyyəti. Onlar elə bilirlər ki, cavan qalanda gözəl olur insan. Amma bu belə deyil. Elə yaşı az olan xanım tanıyıram ki, o qədər bu gözəllik proseduralarını eləyib ki, 10-12 yaş qoca görünür, yaşlı görünür. Öz yaşından yaşlı görünür. Amma elə gözəl orta yaşlı xanım tanıyıram ki, incə toxunuşlar, yəni yaşa dolduqca nə ola bilər? Yaşa dolduqca üzün təravəti biraz azalır. O təravətə toxunuş eləyib. Dodaqların biraz həcmliyi azalıb, büzüşmələr olub. O həcmə toxunuşlar olunub. Doldurmaq demirəm, toxunuşlar. Yəni ki, bu toxunuşlarla o qədər gözəl görkəm alır ki, orta yaşlı xanım öz yaşından cavan göstərir. Məsələn, sizin kimi bu örnəyin biri hazırda bizimlə üzbəüz oturmuş bir gözəl doktordur. Təşəkkür edirəm. Bir də görürsünüz ki, bayaq dediyim kimi, çox cavan xanımdır, amma o qədər proseduralara aşırı eləyib ki, 10-12 yaş öz yaşından artıq görünür. Yəni, bu cavan qalmaq, gözəl olmaq demək deyil. Günel xanım, bir də bax, bayaqdan bəri sizin fikirlərinizə qulaq asıram. Məndə belə bir qənaət formalaşır ki, bu sahənin inkişafı həm də birbaşa biznes maraqları ilə bağlıdır. Birbaşa yox, 50-nin 50-yə var. Bəli, əlbəttə ki, sizə bayaqları dedi ki, həkim olmayan insanlar, bunların işlədiyi yerlər, yəni ki, nəyinsə müqabilində işləyirlər də, düzdür? Yəni, bir insan bir şeydən gəliri yaxşı götürmürsə, təbii ki, onu işləməyəcək. Nəyə görə özünü o qədər riskə atsın, həkim olmaya, o proseduraları icra etsin? Biznes. Ən vacib məqamlardan biri də istifadə olunan preparatların saxlanma formasıdır. Kosmetoloqların istifadə etdiyi bu gözəllik üçün istifadə olunan preparatların saxlanması üçün şərait varmı, necədir? Bu klinikalarda riayət olunurmu? Klinikalarda çox gözəl şərait var. Klinikalar təmin eləyir. Bir də var klinika olmayan sektorlar. Onlar təbii ki, etmirlər. Yəni ki, bir preparat gətirilirsə, bir də onun preparatların xarici ölkələrdən gətirilmə şəraiti də nəzərə alınmalıdır. Məsəl üçün, elə preparatlar var ki, bunlar soyuq şəraitdə həm gətirilməlidir, həm soyuq şəraitdə də saxlanılmalıdır. Əgər soyuq şərait təmin olunmursa,
boşu-boşuna deyil ki, o boyda apteklərdə aptek soyuducuları var, klinikalarda dərman soyuducuları var. Onlar boşu-boşuna deyil ki, deməli şəraitlə təmin olunmalıdır. Təmin olunmazsa, o preparatın keyfiyyəti pozularsa, görün nə qədər fəsad ola bilər. Anafilaktik şok, nekroz, infeksiya, hamısını götürün qoyun qırağa yəni çox yayılmış reaksiya, yerindəcə yerli reaksiya. Yəni bir də görün ki, bunu həkim icra eləmir də proseduranı. Bilirsiniz, bizim ölkəmizdə çox az sayda dermatoloq, kosmetoloqlar var. Hansı ki, yəni dermatoloqlar var, hansı ki, kosmetologiya ilə məşğuldular. Az saydadır. Həddindən artıq çox saydadır həkim olmayan kosmetoloqlar və orta sayda da həkim kosmetoloqlar. İndi biz bunları, bu fəsadların çox tez-tez hallarda baş verdiyini hardan bilirik? Həkim olmayan insanlar proseduranı icra edirlər. İnfeksiya oldu, nekroz verdi. Bunun qarşısını təbii ki, ala bilmir. Ya zəng eləyirlər, sıraz axtarırlar, dərhal axtarırlar kimlər dermatoloqdur. Tapırlar, zəng eləyirlər, xəstələrini tapşırırlar. Və yaxud da o həkim, pasient özü 100 yollara əl atır, çətinliklə o həkimi tapır, qəbula gəlir. Soruşanda hansı preparatı vurmuş, məlumatı yoxdur. Yanınızda steril şəraitdə açılıb, məlumatı yoxdur. Gündəmimizi alan, mənim ən sevmədiyim, hansı ki, hamı bunu eləyir, dəfələrlə barbar bağırıram buna ki, bir preparatı, bir şpritsi 2 pasiyentə bölmək olmaz. Siz inanırsınız, mən işlədiyim gündən bu sözü deyirəm. Amma hal-hazırda bizdə mövcuddur, həkimlər belə bir şpritsi 2 pasiyentə bölür. Sual verəndə deyir, orada heç bir şey yoxdur. Mən iynənin başlıq, şpritin başlığını dəyişirəm. Təhlükəli tərəfi həkim, yəni ki, anlayan həkim başa düşər ki, biz hər hansı bir üz nahiyəsində proseduranı icra eləyəndə separasiya deyilən bir şey var. Müdaxilə elədiyi dəriyə separasiya eləyirik, porşeni geri çəkirik ki, mən damardayam, yoxsa damarda deyiləm. Sizcə mən porşeni çəkəndə o vakuumla o infeksiya porşenin içərisinə daxil olmur? Olur. Hə, siz orada 100 dəfə iynə başlığını dəyişin. Pasient deyir, 1 qramlıq şpritsdir, mənə o çoxdur, mən 0,5 istəyirəm. 2 rəfiqə gəlir, bölün, ana bala gəlir, bölün, bacı gəlir, bölün. Mən o işi qətiyyən görməyən insanım. Bu preparatların insan orqanizminə hansı mənfi təsirləri var? Bir peşəkar kimi, mən istərdim olduğu kimi bunu insanların maariflənməsi üçün olduğu kimi deyəsiniz, olduğu kimi çatdırasınız. Bilirsiniz necə, hər hansı bir zavod bu preparatları istehsal eləyirsə, mən həmişə deyirəm, preparat istehsalının buna nə qədər sərmayə yatırılır, düzdür? Yəni, bu sərmayəni yatıran insanlar da ağılsız deyirlər. Onlar da həkimlərlə, alimlərlə, professorlarla, akademiklərlə işləyirlər, bunu ərsəyə gətirirlər. Sadəcə olaraq onun istifadəsi, təyinatı düzgün olmayanda fəsad verir. Preparat Səhiyyə Təşkilatı tərəfindən qəbul olunubsa, sertifikatlaşdırılıbsa, icazəsi verilibsə, həkim bunu təyin eləyirsə, qoyun bizim sferanı qırağa, qoyun hər hansı bir tutalım terapevtə. Mən bunu yazıramsa, təyinatını düzgün vermərəmsə, o fəsad törədər. Preparat pisdir, deyinə fəsad törətmək kimi bir şey yoxdur. Təyinat düzgün olunmalıdır. Məsələn üçün, saxlanma şəraiti pozulubsa, mən həkim icra eləmişəmsə, fəsad verəcək. Dozada fərq varsa, fəsad verəcək. Lazım olmayan nahiyəyə başqa bir preparatı yeridirəmsə, fəsad verəcək. Mən damara düşdüm, dərmanı yeritdimsə, fəsad verəcək. Bu artıq həkim tərəfindən fəsad törədilir. Preparat pisdir deyə o fəsad vermək kimi bir şey yoxdur. Təbii ki, yenə də dedim, sertifikatlaşmış Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş, icazəsi olunan preparatlardan. Yəni ki, belə qara bazarla gələn, yəni saxta preparatlar, bunlardan söhbət getmir. Yəni ki, saxta preparatlardan
Yəni icazəsi olmayanın onsuz da icazəsi yoxdur. Deməli o fəsad verəcək. Əlbəttə ki, bizdə də saxta preparatlar var. Bizdə də istifadə edirlər. Qaçaq yolla gətirilən preparatlardır. Hansı şəraitdə gətirilməsi bəlli olmayan preparatlardır. Əlbəttə ki, var. Bayaqları dediyim kimi infeksiyalaşma, toxumada nekroz vermə, iltihab vermə. Yəni ki, ən ağır forma, məsəl üçün, botulinum terapiya ilə işləyiriksə, üz parazitləri, üz əyilməkləri, lokal fillerlərlə, dolğularla işləyiriksə, soğurula bilməyib həmin nahiyədə qalıb iltihablaşmağı, üz əyilməkləri, çürüməyə kimi gedən proseslər. Yəni bəzən burun dolğularını bəlkə də eşitmisiniz. Yəni, ən çox verdiyi fəsadlar, yəni burnun yarısına kimi çürüyüb gedir toxuma. Yəni dayandırmaq mümkün deyil. Bunlar hamısı yəni ki, normal, yəni adı səhiyyə jurnalında olmayan preparatlardır. Təbii ki, həkim olmayan, yəni klinika olmayan bir yerdə işləyən şəxsin qoyduğu qiymətlə mən həkim, illərimi buna qurban verən, yəni təhsilimi bir neçə xarici ölkədə alan və hələ də indiyə kimi təhsil alan, mən bu təhsilimə sərmayə yatızdırıram. Yəni biz bu qədər xarici ölkələrə gedirik, pulsuz getmirik. Biz bu qədər təhsillər alırıq, pulsuz almırıq. Yəni ki, biz sərmayə otuzduruq. Təbii ki, bizim qoyduğumuz qiymətlərlə onların qoyduğu qiymətlər arasında fərq olacaq. Yəni bizim təhlükəsiz pasiyenta söz verməyimiz təhlükəsiz işləm, təbii ki, qiymət fərqi olacaq. Klinikanın çox gözəl, təmiz, steril olmağı, klinikanın özünün sterilizasiya, cərrahi sterilizasiya aparatının olmağı, klinikanın havanı təmizləndirən lampalarının olmağı və bir də ki, padval altında işləyən insanın fərq sizcə olmamalıdır, olacaq fərq. Bu savadlı dediyiniz həkimlər, bütün günü başları pasiyentlərə qarışan həkimlərin biraz maarifləndirmə işləri çox zəif olur. Baxın, birini özümü götürürəm. Mənim ətrafımda bütün həkim dostlarım, bütün rəfiqələrimin mənə daim dediyi bir söz var. Günel, sosial şəbəkəvi biraz aktivləşdir. Günel, informasiya bloku biraz aktivləşdir. Yəni, mən bunları, bu sözləri eşidirəm. Amma mənim bunu etməyə vaxtım, gücüm yoxdur. Bunu etmirəm. Mən sizinlə tamamilə razıyam ki, ola bilər o biz həkimlərin zəifliyidir. Biz bir tərəfdən gileylənirik ki, maariflənmirlər, bir tərəfdən də özümüz maarifləndirmirik. Və maarifləndirənlər də çox yanlış maarifləndirirlər. Görürük, baxırıq, qulaq asırıq, hirslənirik, amma özümüz də etmirik. Edənlər var. Çox yaxşı həkimlərimiz var, edənlər var, amma azlıq təşkil edirlər. Doktor, gözəl olmaq, gözəl görünmək hər bir qadının, hər bir insanın arzusudur və gözəl olmaq çox gözəldir. Amma sağlam şəkildə gözəl olmaq bu ayrı bir xoşbəxtlikdir və yaxud da ki, sağlam qocalmaq daha böyük xoşbəxtlik deyilmi? Tamamilə doğrudur, düz buyurursunuz. Mən elementar pasiyentlər gələndə, məsəl üçün, stomatoloji proseduralarla mənim proseduralarım üst-üstə düşmür. Yəni ki, bu ağır fəsadlara gətirib çıxarar. Mən pasiyentə buyururam ki, siz gedin bu stomatoloji proseduralarınızı yekunlaşdırın, üstündən müəyyən vaxt keçsin, sonra qəbuluma gəlin. Pasiyentin mənə verdiyi cavab, gəlin biz sizi ilə yekunlaşdıraq, mən sonra gedərəm stomatoloji proseduralarımı eləməyə. Gözəlliyini önəmsədi, sağlamlığını geriyə atdı. Həkim var, bunu qəbul edir, işləyir. Həkim də var ki, məsəl üçün mənim kimi deyirəm ki, yox, mən bunu edə bilmərəm. Yəni, gedin siz sağlamlığınızı yerinə qoyun, sonra gəlin bu gözəllik proseduralarını eləyə. Əsas önəmli sağlamlıqdır. Mən ümumiyyətlə bütün insanlara təbii qalmağı, inandırım sizi, təbii olmaq, yaşına görə görünmək, yaşına görə danışmaq, oturuşunu, duruşunu yaşına görə bilmək, bunlar hamısı harmoniya təşkil eləyəndə hər şey çox gözəl olur. Və bir də öz proseduralarını sevən, yəni ki, bu estetik proseduraları sevən pasiyentlərimə səslənmək istəyirəm. Təbiilik
həmişə həkimin səssiz imzası olur. Bunu mən hər yerdə deyirəm. Yəni bir insan siz yaxşı estet həkiminin pasiyentinə sual vermirlər. Sən nə etmisən? O pasiyentə sual verirlər ki, sən nə gözəl görünürsən. Həkimin sənət əsəri pasiyentin üzündə görünməməlidir. Yəni o qədər gözəl olmalıdır, o qədər təbii olmalıdır ki, onun üzündə hər hansı bir estet həkiminin işlədiyi görünməməlidir, bilinməməlidir. Yəni bunu insanlar, xüsusilə xanımlarımız anlasalar, hər şey çox gözəl olar. Doktor, sağlamlıq yoxsa gözəllik? Sağlamlıq. Sağlamlıq mütləq.